Bu Türkiye Milli Futbol komandasının 2026. il Dünya Çempionatına tarixi qayıdışı və turnir keçmişindəki inanılmaz faktlar barədə qısa xülasədir. Təsəvvür edin, Türkiyə yığması həlledici oyunda Kosovonu tək qolla keçərək düz 24 illik fasilədən sonra tarixində cəmi 3-cü dəfə dünyanın ən böyük futbol turnirinə vəsiqə qazandı. Birincisi, gəlin komandanın 1954-cü ildəki tam bir komediyaya benzəyən ilk iştirakına baxaq. Bilirsiniz, o vaxtki qaydalara görə İspaniya ilə oyunlarda tərəflərin hərəyə bir dəfə qalib gəlməsi, vurulan qolların sayına baxılmadan elə bərabərlik sayılırdı. Qalibi püşkatma yoluyla stadion işçisinin oğlu Luigi müəyyən etdi. Ən gülməlisi isə odur ki, bu qəribə qrup qaydalarına görə Türkiyə öz qrupundakı Macaristanın üzünü belə görmədi. İkincisi, bu qəribə debütdən sonra tam 48 il kənarda qalan komandanın 2002-ci ildəki qayıdışı əsl nağıla çevrildi və onlar bürünc medal qazandılar. Hakan Şükürün Cənubi Koreyaya vurduğu bu qol, inanın, hələ də dünya çempionatları tarixinin ən sürətli qolu sayılır. Nəhayət, 2026-cı il üçün komandanın hədəfində təkcə keçmişi təkrarlamaq deyil, gənc ulduz Arda Gülərin ətrafında qurulan yeni, dinamik hücum taktikası ilə irəliləmək dayanır. Komanda turnirə nadir hallarda qatılsa da, bu yeni və qorxusuz nəsillə yenidən silinməz bir iz buraxmağa tam hazırdır. Qısacası, Türkiyə millisi dünya çempionatına tez-tez getməsə də, gedəndə bütün dünyanı özündən danışdırmağı və tarix yazmağı çox yaxşı bacarır.